Ümumilikdə xalqımız necə milli mənəvi dəyərlərini öz kökünə qadir, yoxsa aşılanma daha çox gedir son dövrlərdə, qərbə doğru can? Kızım, burada xalqın günahı yoxdur, burada xalqı günahkar eləmək olmaz. 2-3 tane televiziya kanalında şovları yağış kimi cəmaatın başından yağdıran adamlar xalq demək deyil. Xalq başqa qüvvədir. Xalqın 1000 illərə söykənən xəzinəsi var, yatırı var, dünyası var. O adamlar, o ət tökən çıxışlarla, heç evdə, ailədə iki adamın arasında deyilməyən sözü ekrana çıxartmaqla o öz tərbiyəsizliyini, mədəniyyətsizliyini göstərir. Məhz bugün mən ona görə deyirəm, ekranlara sağlam təfəkkürü, sağlam əqidəli, ailəsi salamat olan adamlar çıxmalıdır. Mən dönə-dönə özür istəyirəm, yer gəlib deyirəm, elə adamları çıxardılar səhnəyə ki, hamı bilir ki, bu 4 dəfə əri idi, 5 dəfə ərdən boşanır. Bu adam çıxıb halda əxlaq dərsidir, xalq onun özünü təhqir olunmuş hesab edir. Televiziya kanallarından xahiş edirəm, ekranlara dəvət eləyəcək adamların şəxsiyyətlərinə fikir versinlər. Xalqa öyüd, nəsihət dərsi verən kimdir? Hansı tərbiyənin sahibidir? Hansı ocaqda, hansı bucaqda yetişir? El adam çıxır oradan nağıl danışır ki, öydə donursan, xəcələt qalırsan. Nə uşağın, nə ailənin üzünə baxa bilmirsən. Yoldaşım bana deyir, bu filan.